Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizlərlə İzə Nəşriyyatının 4-cü siniflər üçün olan monitorinq kitabından monitorinq 7-nin izahını paylaşacağım. Deməli, ənənəvi qaydada Azərbaycan dili üzrə 2 mətn verilmişdir. Birinci informativ, ikinci bədii mətn və hər mətnə aid 15 sual təqdim olunmuşdur. Riyaziyyata aid isə ümumilikdə 30 sual təqdim olunmuşdur. Və baxırıq mətnlərə. Deməli, qayda olaraq belə deyirik ki, mətnləri birinci, bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə, nə bilim, nə qədər oxuya bilirsinizsə oxuyursunuz. Mətnin qısa məzmununu demək olar ki, yadınızda saxlayırsınız. Hansı cümlə hardadır, təxminən bunu bilmək üçün. Daha sonra isə mətnlə bağlı verilən sualları, sualın şərtini bir-bir gəlib mətndə axtarırıq. Belə olan halda mətnlə bağlı bütün tapşırıqları, testləri biz asanlıqla yaza bilərik. Ən azından 30 sualdan 25, 26, 27, 28-ni rahatlıqla sözsüz şəkildə yaza bilərsiniz. Keçək mətnimizə. Mətni bir daha oxuyub vaxt itirmək istəmirəm. Birbaşa suallara keçək. Birinci sualımız müasir dövrdə hansı texnologiya elmin inkişafını sürətləndirir? Deməli, bu sualı gəlib mən mətndə axtarıram. Müasir dövrdə hansı texnologiya elmin inkişafını sürətləndirir? Baxın, müasir dövrdə internet və kompüter elmin inkişafını sürətləndirir. Vəssalam, B variantını işarə eləyirəm. Hansı oldu? İnternet və kompüter. Keçək ikinci sualımıza. İkinci sualımızın cavabı aşağıda olacağı üçün. Keçmişdə insanlar dünyanın hansı formada olduğuna inanırdılar. Bunu da buradan tapırıq. Əvvəllər insanlar dünyanın düzbucaqlı formasında olduğuna inanırdılar. Vəssalam, düzbucaqlı hansı variantdadır? B variantında birinci kvadrat, ikinci C-də üçbucaq, D-də isə çevrə olduğu üçün biz B variantı düzbucaqlı seçirik. Keçək üçüncü sualımıza. Üçüncü sualımızda bizə deyir ki, cədvəldə verilən səbəbə uyğun olan uyğun olaraq hansı nəticənin yarandığını uyğunlaşdırın. Deməli, uşaqlar bir-bir nəticələrə baxaq və onları uyğunlaşdırmağa çalışaq. İlk olaraq nəyə baxırıq? Birinci nədir? Yeni səbəbləri oxuyuram. Yeni texnologiyaların inkişafı, ikinci alimlərin elmi tədqiqatlar aparmaları, üçüncü mikroskop və teleskopların elmdə istifadəsi, dördüncü internet və kompüterin elmdə istifadəsi. Və düşürük aşağıdakı variantlarımıza baxarıq. Kiçik və uzaqdakı obyektlərin daha yaxşı görünməsi. Yəni, bunu siz mətndən də tapa bilərsiniz. Baxın, mikroskoplar və teleskoplar kimi alətlər kiçik və uzaqdakı obyektləri daha yaxşı görməyə kömək edir. Və bunu asanlıqla siz bura yaza bilərsiniz. A variantı. Keçdik B-də. Yeni kəşflərin edilməsi. Yeni kəşflərin edilməsi hansına aid idi? Gəlin tapaq yeni kəşflərin edilməsi cümləsini. Bəli, burada. Yeni kəşflər etmək. Görürsünüzmü? Yeni kəşflər etməyi aparıram. Burada da var. Bir də baxım görün başqa harda var idi. Elə buradan götürək. Elmin inkişafı insanların biliklərinin artması və yeni şeylər öyrənməsi prosesidir. Bu tədqiqatlar aparmaq, yeni kəşflər etmək və köhnə bilikləri yeniləmək deməkdir. Deməli, bunları kimlər aparırdı? Alimlər. Baxın, burada da var. Alimlər təcrübələr aparır, müxtəlif nəticələr əldə edirdilər. Alimlər yeni ideyalar və nəzəriyyələr sınayaraq elmi tədqiqatlar aparırdılar. Və beləcə, buranı oxumuram. Bu mərhələdə yeni kəşflər, məsələn, yeni dərmanlar və ya texnologiya cihazlar tapılır. Deməli, alimlərin bu hissə böyük bir hissədir. Bunu ümumiləşdirərək belə deyə bilərik ki, alimlərin apardığı tədqiqatlar nəticəsində yeni kəşflər və məsələn, nümunələrdə verib dərmanlar, texnologiya cihazlar tapılır. Ona görə də ikinciyə yazacağım B variantı. Keçdik C variantına. Məlumatın daha sürətli paylaşılması. Məlumatın daha sürətli paylaşılmasına baxaq.
Buradadır o. Bir dəqiqə mən bu birisi hissələri silim, daha aydın görünməsi üçün. Məlumatın daha sürətli paylaşılması müasir dövrdə internet və kompüterlər elmin inkişafını sürətləndirir. Bu alətlər sayəsində məlumatlar sürətlə paylaşılır və elm sahəsində yeni ideyalar daha tez inkişaf edir. Deməli, məlumatların sürətlə paylaşılması hansına aiddir? İnternet və kompüterlərin inkişafına, yəni 4-cüyə. Ona görə 4-cüyə yazacağıq C variantı və sonuncu D, elmi tədqiqatların dərin və sürətli olması hansına aiddir? Yeni texnologiyaların inkişafına aid olmuş olacaq. Burada D yazırıq. D, B, A, C hansı variantdadır? B variantındadır. Doğru cavab B. 4. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? İlk laboratoriyalar nə üçün istifadə olunmuşdur? Yenə deyirəm, bu tip suallar üzərində işləyərkən mütləq həmin sualın variantlarını gəlin mətndə axtarın. Burada ilk laboratoriyalar demir. Gəlib ilk laboratoriyalar olan cümləni tapırıq. İlk laboratoriyalar elmi tədqiqatlar üçün xüsusi yerdir. Bunun cavabı var və alimlərin təcrübə aparmaq, müxtəlif nəticələr əldə etməsi üçün istifadə olunur. Bu cavabı var. Ona görə bunu silirəm. Mümkün deyil deyirsə, yəni cavabı yoxdur deməkdir. Keçirik növbətiyə. Növbəti variantımıza baxaq. Deməli, elm nədir və necə inkişaf edir? Bu sualın cavabı da mətndə var idi. Bayaq sildik bunu belə. Bunun da cavabı, baxın, elmin inkişafı çox maraqlı bir prosesdir və dünyanın necə işlədiyini öyrənmək üçün əhəmiyyətli bir yoldur. Elmin inkişafını belə izah edə bilərik. Elm ətrafdakı dünyanı öyrənmək və başa düşmək üçün müxtəlif üsullardan istifadə edən bir fəaliyyətdir və s. Bu sualın da cavabı olmuş oldu. Keçirik C-yə. Elm hansı mövzuları öyrənir? Bu da burada var. Elm müxtəlif mövzuları öyrənir. Məsələn, bitkilərin necə böyüdüyünü, heyvanların necə yaşadığını, kosmosun necə göründüyünü. Bunun da cavabı olduğu üçün silirik və geriyə bir variant qalır. D variantı. Elmin inkişafı ilə bağlı hansı problemlər mövcuddur? Bu sualın cavabı mətndə yoxdur. Keçək növbəti 5-ci sualımıza. 5-ci sualda elmin inkişafı nəticəsində insanların hansı inancları dəyişdi? Baxın, burada var. Deməli, insanların əvvəlki inancları nə idi? Əvvəllər insanlar dünyanın düzbucaqlı formasında olduğuna inanırdılar. Daha sonra alimlər dünyanın yuvarlaq olduğunu kəşf etdilər. İndi burada bitkilərin böyüməsi inancı var idimi? Xeyr. Heyvanların çoxalması yox idi. Suyun dövranı yox idi. Göy cisimlərin, üzr istəyirəm. Burada. Deməli, bitkilərin yalnız su ilə böyüdüyü yox idi. İnsanların yalnız 5 hissinin olduğu yoxdur. Bu inancı. Yerin günəş ətrafında döndüyü bu inancı da yox idi. B bəndi dünyanın düzbucaqlı olduğu inancını dəyişmişdir. 6-cı suala baxaq. Mətnin məzmununa əsasən hansı fikirlə razılaşmaq olmaz? Elmi tədqiqatlar yeni kəşflərə yol açır. Razılaşmaq olmaz deyir. Yəni, mətndə bir növ yoxdur və yaxud da mətnlə əlaqəli deyil. Elmi tədqiqatlar yeni kəşflərə yol açır. Bəli, bununla razılaşmaq olar. Doğrudur. Elm insanların həyatında heç bir dəyişiklik yaratmır. Bu yanlışdır. Çünki yaradır, çox dəyişiklik yaradır. İstər süni intellekt, istər yaranan texnikalar filan, hamısı insanların həyatında dəyişiklik yaradır. Ona görə B variantı yanlışdır. Yəni, bununla razılaşmaq olmaz. Doğru götürəcəyik bunu. C-də elmin inkişafı maraqlı prosesdir. Doğrudur. Elm insanların biliklərini artırır. Bu da doğrudur. Deməli, yanlış olan, razılaşmalı olmadığımız hansıdır? B variantı. 7. Astronomlar keçmişdə nəyi müşahidə edirdilər? Tapırıq o cümləni. Astronomlar görək keçmişdə nəyi müşahidə edib? Astronomlar qədim dövrdə göy cisimlərini müşahidə edirdilər. Vəssalam. Burada göy cisimləri hardadır? B variantında. Doğru cavab B variantı olmuş olacaq.
Keçək növbəti 8-ci sualımıza. Mətnə əsasən hansı məlumat yanlışdır? Müasir texnologiyalar elmin sürətini zəiflədir. Bu yanlışdır, əksinə artırır. Elə bunu işarə edirik, digərlərinə də baxaq. Elmin inkişafı həm də əyləncə və texnologiya sahəsinə təsir edir. Bəli, bu burada var. Baxın, elmin inkişafı həm də əyləncə və texnologiya sahəsinə təsir edir. Sonra elm hər zaman inkişaf edir. Bu da var. Burada elm hər zaman inkişaf edir. Sonra elm sahəsində kəşflər məktəblərdə və tibbdə istifadə olunur. Bəli, bu da var. Mətndə var. Müalicə, dərmanlar, preparatlar, mikroskop, teleskop və s. Bunlar hamısı müxtəlif sahələrdə istifadə olunur. Deməli, yanlış olan hansı olacaq? A variantı. Keçək 9-a. Mətndə tünd qara hərflərlə verilən sözü hansı ilə əvəz etsək, mətnin məzmunu pozulmaz. Yəni, olduğu kimi qalar. Baxırıq, mətndə hansı söz qara verilmişdir? Reaksiya sözü. Reaksiya sözünə buradakı sözləri yerinə qoyuruq və baxırıq görək hansında məzmun pozulmur. Cümləni oxuyaq. Müxtəlif maddələri qarışdıraraq onların necə reaksiya göstərdiyini öyrənirlər. İndi müxtəlif maddələr qarışdıraraq onların necə təsir göstərdiyini öyrənirlər. Bəli, bu uyğun ola bilər. Keçək B-yə. Müxtəlif maddələri qarışdıraraq onların necə forma göstərdiyini öyrənirlər. Bu yanlışdır, mənası olmur. Müxtəlif maddələri qarışdıraraq onların necə maraq göstərdiyini öyrənirlər. Bu da yanlışdır. Müxtəlif maddələri qarışdıraraq onların necə ölçü göstərdiyini öyrənirlər. Bəli, bu da yanlışdır. Görürsünüz, sadəcə təsirdə cümlənin mənası olduğu kimi qalır, dəyişmir. Amma digərlərində dəyişir. 10-cu sualımıza baxaq. Hansı sözün mənası yanlış verilmişdir? Kosmos, aləm, bütün kainat deməkdir, doğrudur. İdeya, fikir, plan, niyyət deməkdir, doğrudur. Tədqiqat, mal alıb satmaq yanlışdır. Araşdırma deməkdir. Teleskop göy cisimlərini müşahidə edən cihaz deməkdir, bu da doğrudur. Yanlış olan olacaq C variantında. 11. Mətnin giriş hissəsinə aid olan fikri seçin. Elm sahəsində yeni ideyalar daha tez inkişaf edir. Giriş hissəyə deyir. Mətnin giriş hissəsi deyəndə uşaqlar bir şey yadda saxlamaq lazımdır ki, bütün mətnlərə aiddir bu. Giriş hissə deyirsə, birinci, maksimum ikinci abzası götürə bilərik. Bu da hansı halda ikinci abzas olur? Görürsünüz, burada 2 nöqtə var. 2 nöqtə varsa, bu ikinci abzası bunun ardıdır deməkdir. Ona görə bunu bir yerdə giriş hissə götürürəm mən. Sonluq hissə deyirsə, ən sonuncu abzası nəticə sonluq götürürəm. Ortada qalan hissə olur əsas hissə. Bu qaydanı bilsəz, yəni ilk abzas giriş, sonuncu abzas nəticə, ortada olan isə əsas hissədir. Bunları bilsəz, rahatlıqla bu abzaslarla, daha doğrusu mətnin hissələri ilə bağlı sualları tapa bilərsiniz. İndi baxırıq sualımıza. Giriş hissəyə aid olan fikri seçin. Elm sahəsində yeni ideyalar, giriş hissəni oxuya da bilərsiniz. Elm sahəsində yeni ideyalar daha tez inkişaf edir. Xeyr, bu giriş hissədə yoxdur. Yəni, buradakı cümlələrin arasında bunu görmürük. Sonra elmin inkişafı sayəsində həyatı daha maraqlı edə bilərik. Bu da yoxdur burada. Video oyunlar və robotlar elmi kəşflərin nəticəsidir. Bu da yoxdur. Və D variantı elm müxtəlif mövzuları öyrənir. Bəli, bu burada var. Elm müxtəlif mövzuları öyrənir. Deməli, giriş hissəyə aid olan hansı olacaq? D variantı olmuş olacaq. Keçək növbəti 12-ci sualımıza. 12-ci sualda deyir ki, çərçivə daxilində verilmiş sözün yaxın mənalı qarşılığı hansı cümlədə işlənmişdir? Çərçivə daxilində verilən söz əhəmiyyətli. Yəni, baxın, dünyamızın necə işlədiyini öyrənmək üçün əhəmiyyətli bir yoldur. Əhəmiyyətli, vacib, mühüm bir yoldur. İndi əhəmiyyətli sözü burada sifətdir. Mənasını bilməsəz belə, əhəmiyyətli sözün bu cümlələrin hər birində sifətlərin yerinə qoyaraq cümlələri işlədərsiniz. Görün, hansında məna doğru alınacaq, dəyişməyəcək məna. O zaman həmin cümləni seçin. Birinci sifətlərin altından xətt çəkirəm.
və əvəz eləyə əhəmiyyətli sözü ilə. Bu müzakirə olunacaq mühüm məsələlərdən biri idi. Yəni, bu müzakirə olunacaq əhəmiyyətli məsələlərdən biridir. Görürsünüz, doğru alınır. İndi hələ ki, bunu işarə eləyək. Məsuliyyətli usta işini olduqca dəqiq görürdü. Əhəmiyyətli usta işini olduqca dəqiq görürdü. Xeyr, yanlışdır. Musa səliqəli görünüşü ilə diqqət çəkirdi. Musa əhəmiyyətli görünüşü ilə diqqət çəkirdi. Doğru olurmu? Xeyr, yanlış. O uzun söhbətləri ilə bizi çox yorurdu. O əhəmiyyətli söhbətləri ilə bizi çox yorurdu. Yanlış. Uzun hara, əhəmiyyətli hara. İndi keçirik. Doğru olan hansıdır? A variantı. Yəni mühüm, əhəmiyyətli. Bu olacaq. 13-də mətnə görə elm bu mövzuları öyrənmir. Bitkilərin necə böyüdüyünü, baxın, elm müxtəlif mövzuları öyrənir. Məsələn, bitkilərin necə böyüdüyünü, heyvanların necə yaşadığını, kosmosu necə göründüyünü. İndi bunların üçünü də buradan tapaq çıxardaq. Necə böyüdüyünü öyrənir, heyvanların necə yaşadığını da öyrənir, kosmosu necə göründüyünü də öyrənir. Öyrənmədiyi hansıdır? C variantı, insanların necə qidalandığı. Baxırıq 14-cü suala. Hansı abzasın sonuncu cümləsi mətnin məzmunu ilə əlaqəli deyil? Bir-bir abzaslara baxaq və sonuncu cümlələrinə baxaq. Deməli, bir dəqiqə, mən bunu balacalaşdırım nisbətən. Aha, birinci abzas və birinci abzasın sonuncu cümləsi. Elmin inkişafını belə izah edə bilərik. Görürsünüz, elmə aiddir. Mətndə elmlə bağlıdır. İkinci abzasımıza baxırıq və sonuncu cümləsinə baxırıq. Elm müxtəlif mövzuları öyrənir. Məsələn, bitkilərin necə böyüdüyünü, heyvanların necə yaşadığını, kosmosun necə göründüyünü və s. Bu da elmə aiddir. Üçüncü abzasıma baxıram və sonuncu cümləsini tapıram. Elmin inkişafı sayəsində biz daha yaxşı anlayışa sahib oluruq və yeni texnologiyalar, müalicələr, həyat tərzini inkişaf etdiririk. İndi keçdik 4-cü abzasımıza. 4-cü abzasın sonuncu cümləsini tapırıq. Məsələn, video oyunları və robotlar elmi kəşflərin nəticəsidir. Görürsünüz, bu da elmə aiddir və 5-ci abzasımıza baxırıq, sonuncu cümləsini tapırıq. Soyuducu demək olar ki, hər ailədə mövcuddur. Görürsünüzmü, bunların içində elmə aid olmayan hansı oldu? Soyuducu. Heç elm, yəni burada soyuducudan danışılmır ki, deyək ki, soyuducu hər ailədə mövcuddur. Deməli, uyğunsuzluq hansı abzasa aiddir? 5-ci abzasa. Ona görə də D variantını doğru seçmiş olacaq. Keçirik 15-ci sualımıza. 15-ci sualımızda nə deyir? Deyir ki, cümləni tamamlamaq üçün uyğun cavabı seçin. Əvvəllər insanlar dünyanın düzbucaqlı olduğuna inanırdılar, amma sonra bu cümləni gəlib mətndə tapıram. Baxın, əvvəllər insanlar dünyanın düzbucaqlı formasında olduğuna inanırdılar, amma sonra, görürsünüz, buradan sonrası lazımdır mənə. Alimlər dünyanın yuvarlaq olduğunu kəşf etdilər. Hansı variantdadır? B variantında. Vəssalam, bu qədər sadə. Keçək növbəti mətnimizə. Mətni oxumuram. Birbaşa suallara keçirik, amma siz mətnləri oxuyun. Növbəti mətnimiz bədii mətndir, əməyin dəyərini bil mətni və başlayırıq suallarından. 16-cı mətndə hansı suala cavab yoxdur? Yenə deyirəm, bu tip sualları həll eləmək üçün, tapmaq üçün bütün variantları mətndə axtarmağa və cavab verməyə, mətn əsasında cavab verməyə çalışır. Müəllim tələbəsindən rəsmi hara qoymağı istədi? Əlbəttə ki, izdihamlı meydana. Bu var idi. Tələbə son rəsmində nəyi təsvir etmişdi? Bu yox idi. Tələbə nə üçün sevindi? İnsanların onun rəsmini qaralamadığı üçün sevinmişdi. Bu da var idi. Sonra müəllim kimlərlə mübahisə etməməyi məsləhət görürdü? Baxın, sonuncu burada var. Heç vaxt bilməyənlərlə mübahisə etməməyi məsləhət görürdü. Deməli, hansıların cavabı var? A, C, D, B variantının isə cavabı yox idi. 17. Rəsmin üzərindəki işarələri görən tələbənin ilk reaksiyası nə oldu? Gəlin baxaq. Rəsmin o qədər zəhmət çəkdiyi tablonu görəndə çox kədərləndi. Rəsmini götürüb müəllimin yanına apardı və kədərli olduğunu bildirdi. İndi baxaq. Bunun kimin etdiyini axtarmağa başladı. Yanlış. Bir daha rəsm çəkməməyəcəyinə söz verdi. Yanlış. Kədərləndi və müəlliminin yanına getdi. Doğru. D də yanlış.
Keçirik 18-ci sualımıza. Tələbə rəsmi ilk dəfə meydana aparanda yanına nə qoymuşdu? Baxırıq. Burada. Bir dəqiqə bunu silin. Tələbə ilk dəfə rəsmi meydana aparanda baxın. Deyir ki, müəllimi nə deyir? Tələbəsindən rəsmi şəhərin ən izdihamlı meydanına aparıb ən çox görünən yerə qoymasını istədi. O yanına da qırmızı bir qələm qoyaraq xalqdan bəyənmədikləri yerləri işarələmələrini xahiş edən bir yazı qoymağını tapşırdı. Yəni not. Bu yazıda bu hardasa yazmalıdır da, ya kağızda, ya daşda, ya taxtada. Axırı yazı yazılmış, bir qeyd olunmuş bir şey olmalıdır. İndi baxıram variantlar. Yağlı boyalar və fırçalar yanlışdır. Bu ikinci dəfə qoyanda idi. Üzərində qeydlər olan kağız bu doğrudur. Təşəkkür məktubu ümumiyyətlə yox idi. Bir dəstə çiçək də ümumiyyətlə yox idi. Deməli, hansı olacaq? B variantı. Üzərində qeydlər olan kağız olmuş olacaq. Doğru. Keçək 19-cu sualımıza. Mətnə aid olmayan fikri müəyyən edin. Yenə burada da eyni qayda ilə bütün variantları bir-bir mətndə axtaracağıq. Əməyini bilməyənlərə təqdim etməməlisən. Bəli, bu mətnə aiddir. Baxın, əməyi bilməyənlərə təqdim etmə. Doğru. Bilməyənlərlə mübahisə etməməlisən. Baxın, burada bilməyənlərlə mübahisə etmə. Bu da var, bu da doğru. Peşəndə usta olmaqla kifayətlənməməlisən. Bu da var. Peşəndə usta olmağın kifayət deyil, həm də müdrik olmalısan. Bunu da çıxardırıq. Rəssamlığın sirlərini heç kimə öyrətməməlisən. Bu sual mətnə aid deyil. 20. Mətndəki sözlərdən birinin mənası düzgün izah edilməmişdir. Meydan tikilisiz, açıq və geniş düz yer sahə. Doğrudur. Fırça, rəng çəkmək, yapışqan sürtmək üçün alət. Doğrudur. Tənqid bir şəxsi tərifləmək. Xeyr, tənqid həm tərifləmək, həm də pisləməkdir. İkisi bir arada. Yaxşını və pisi qeyd etmək. İndi siz bunu bilməsəz belə doğru bildiklərinizi işarələyin, geriyə qalan bir variantı yanlış götürün. D-də müdrik, çox ağıllı, dərin düşünən adam, bu da doğru. Görürsünüz, hamısına doğru. Heç bunun mənasını tutaq ki, mən bilmirəm. Bunları bilirəm ki, dəqiq bunlar doğrudur. Bunlar doğrudursa geriyə bir dənə bu variant qalır. Bunu da yanlış götürürəm. Bu qədər sadə. 21. 21-ci sualda deyir ki, mətnə əsasən düzgün qeyd olunan fikirləri müəyyən edin. Deməli, burada nə edəcəyik? Doğrunun altından doğrunu seçəcəyik, yanlışın altından isə yanlışı. Doğrunun altındakı cümlələrə baxaq. İnsanlara fürsət verildiyində necə də qəddarca tənqid edirlər. Bu doğrudur. 2. Müəllimi tələbəsinin rəsmini yüksək qiymətləndirdi. Xeyr, yanlışdır. Yəni, qiymətləndirmir. Ya yüksək, ya aşağı. Deyir ki, apar, izdihamlı yerə qoy, insanlar qiymətləndirsin. Yanlışın altına baxaq, görək yanlış cümləmiz hansıdır. Tələbə zəhmət sərf etdiyi tablonu görəndə çox kədərləndi. Xeyr, bu doğrudur, yanlış deyil. 4-də tələbə ikinci dəfə rəsmi meydana qoymaqdan imtina etdi. Bəli, bu yanlışdır. Qoymaqdan imtina eləmir, aparıb qoyur. Deməli, yanlışın altında yanlış 4 olacaq. 1 və 4-ü seçəcəyik. Uyğunluq 1 və 4-dədir. C variantı. 22-yə baxaq. Mətnin tərkib hissələri bağlı uyğunluq hansı bənddə pozulmuşdur? Baxın, giriş, əsas, nəticə. Bayaq dedim ki, mətnin ən başında olan abzaslar olur giriş. Mətnin, baxın, bu birinci abzas həmişə girişdir. İstisnalarda ikinci abzasda girişə aid edirik, amma bu hər zaman olmur. Birinci abzas %100% girişdir. Ən sonuncu abzas hər zaman nəticə olur. Baxın. Bu nəticədir. Digər abzas isə əsasdır. İndi buraya yazıram. Giriş, nəticə, bir dəqiqə. Bu isə olur əsas. İndi görək hansına aiddir. Giriş, qədim zamanlarda məşhur bir rəssam var idi. Bəli, bu girişə aiddir. Doğrudur. Cümlələri tapacaq. Tələbə rəsmin yanına yağlı boyalar və fırçalar qoydu. O cümləni tapaq görək hardadır? Tələbə rəsmin yanına yağlı boyalar və fırçalar qoymağı tapşırdı. Görürsünüzmü? Bu hardadır?
əsasda, girişdə deyil. Yəni burada deyil. Ona görə də uyğunluq hansı bənddə pozulmuşdur? B bəndində pozulmuşdur. Əgər burada əsas olsaydı, onda doğru olacaqdı. Tələbə rəsmi yenidən çəkdi, müəlliminin yanına apardı. Bəli, bu əsasdadır. Müəllim tələbəsinə əməyini bilməyənlərə təqdim etməməyi məsləhət gördü. Bəli, bu da nəticədədir. Doğru cavab olacaq B variantı. Keçək növbəti 23-cü sualımıza. Tələbə son rəsmini nə üçün müəlliminin yanına apardı? Qiymətləndirmək üçün. Baxın, burada elə birbaşa cavablardan mətndən daha doğrusu tapaq. Bir dəqiqə böyüdüm biraz bunu. Aha. Tələbə son rəsmini müəlliminin yanına apardı. Ondan rəsmini qiymətləndirməsini istədi. Vəssalam, rəsmini qiymətləndirmək üçün. Doğru cavabı seçirəm. 24 cümlədə altından xətt çəkilmiş sözün izahını seçin. Müəllim rəsmi şəhərin ən izdihamlı meydanına qoymağını istədi. İzdihamlı, yəni çoxlu adam basırıq yer. Çoxlu adam olan yeri bilsəz, izdihamlı o deməkdir də. Axı orada deyir ki, izdihamlı bir meydana qoyur və insanlar da onun üzərində gedib gələn işarələyir. Yəni, insanlar varsa çoxlu adam yeri olacaq. Səssiz, küysüz olan ərazi yanlışdır. Bunu çıxaracağıq. Eni çox olan geniş yer bu da yanlışdır. Çox maraqsız yerdə yanlışdır. C variantı doğru. 25. Mətndə əsas fikir nədən ibarətdir? Kitab bilik mənbəyidir. Yanlış. Çünki burada kitabdan söhbət getmir. Müəllifi tənqid etmək asan, dəyərləndirmək çətindir. Bu doğru olacaq. Çünki burada insanlar tənqid eləyirlər rahatlıqla, amma qiymətləndirib dəyərləndirməkdə çətinlik çəkirlər. C-də dostunu göstər, sənin kim olduğunu deyim. Xeyr, bu dostluqla bağlı bir mətn deyildi. D-də yayda işləməyən qışda dişləməz. Bu da əməklə, zəhmətlə bağlı mətn olmadığı üçün D-ni seçə bilmərik. Doğru variant olacaq B variantı. 26. Altından xətt çəkilmiş ifadəni hansı sözlə əvəz etmək olar? Heç kim bilmədiyi mövzunu düzəltməyə cəhd etmədi. Yəni, cəhd etmədi nədir? Yenə deyirəm, bu cür tapşırıqları həll etmək üçün neyinirik? Cəhd etmədi sözünün yerinə burada variantda verilən bütün sözləri qoyuram, görüm hansında cümlənin mənası olduğu kimi qalacaq. Heç kim bilmədiyi mövzunu düzəltməyə bacarmadı. Düzəltməyə bacarmadı. Düz gəlirmi? Xeyr. Heç kim bilmədiyi mövzunu düzəltməyə çalışmadı. Düz gəlirmi? Bəli. Heç kim bilmədiyi mövzunu düzəltməyə getmədi. Düz gəlirmi? Xeyr. Heç kim bilmədiyi mövzunu düzəltməyə yaxınlaşmadı. Uyğun gəlmir. Ona görə də doğru variant olacaq B. Cəhd etmək, çalışmaq, çobalamaq. Nəyisə əldə etməyə səy göstərmək deməkdir. Keçirik 27-ci sualımıza. Mətndə hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Tələbə bir-bir bu cümlələri tapıram. Baxın, cümlələri tapıb qarşısındakı nömrələri cümlənin üzərinə qoyacağam. Tələbə rəsmin üzərindəki işarələri görüb kədərləndi. Gəlib tapıram burada. Tələbə rəsmin üzərindəki işarələri görüb kədərləndi. Hardadır? Aha, burada. O qədər, baxın, bütün rəsmin üzərində işarələr qoyulub. O qədər zəhmət çəkdiyi tablonu görəndə çox kədərləndi. Bura 1 yazıram. Tələbə təhsilini başa vurdu. Tapıram. Tələbə təhsilini başa vurdu. Bura yazıram 2. Tələbə rəsmə toxunulmadığından danışdı. Onu da tapıram. Gördü ki, baxın, bir neçə gündən sonra meydana getdi. Gördü ki, rəsmə heç kəs toxunmayıb. Buna 3 yazıram və tələbə rəsmin yanına yağlı boyalar və fırçalar qoydu. Baxın, buradadır. Buna da 4 yazıram. İndi üstdən aşağı nömrələr gələm. 2, 1, 4, 3. Yazıram bura. 2, 1, 4, 3. Doğru cavab hardadır? Belə də göstərə bilərik. 2, 1, 4, 3. 2, 1, 4, 3 A variantında. 28. Mətndə işlənmiş başa vurmaq ifadəsini hansı sözlə əvəz etmək olar? Baxın, onun tələbəsi isə artıq təhsilini başa vurmuşdu, yəni bitirmişdi.
29 hansı epizod tələbənin çox sevindiyini göstərir? Baxaq. Deməli, sualı pozuram. Aha. 29-da. Tələbənin sevinməsini tapaq, uşaqlar. O epizodu tapaq, görək tələbə harda sevinirdi. Bir neçə gündən sonra meydana getdi, gördü ki, rəsmə heç kəs toxunmayıb, boyalar da, fırçalar da istifadə olunmayıb. Tələbə çox sevindi, qaçaraq müəlliminin yanına getdi. Müəlliminə rəsmə toxunulmadığından danışdı. İndi baxıram, görüm, burada hansı var. Rəsmə heç kim toxunmamışdı. Bəli, doğrudur. Buna görə sevinirdi. Rəsmin üzərində işarələr qoyulmuşdur. Xeyr. Müəllimi rəsmin yenidən çəkməsini söyləmişdi. Xeyr. Buna görə də sevinmir. Tələbə təhsilini başa vurmuşdu. Xeyr. Buna görə də sevinmir. Rəsmə heç kim toxunmadığı üçün tələbə sevinmişdir. 30. Müəllim tələbəsinə nəyi məsləhət gördü? Baxırıq, mətnin ən sonunda var. Əsla əməyini bilməyənlərə təqdim etmə və heç vaxt bilməyənlərlə mübahisə etmə. Bunu məsləhət görür. Rəsmi şəhərin bir də başqa məsləhət gördüyü nə idi? Mətnin birinci giriş hissəsinə baxaq. Aha. Tələbəsindən rəsmi şəhərin ən izdihamlı meydanına aparıb ən çox görünən yerə qoymasını istədi. Xahiş etdi, məsləhət bildi. Bu da məsləhətə aiddir. Yəni, bu da müəllimin şagirdinə gördüyü məsləhətdir. Bu ikisini aid eləyəcəyik ora. İndi görək hansı var variantda. Rəsmi şəhərin ən izdihamlı meydanına qoymağa, bəli, doğru ola bilər. Fərqli mövzuda rəsm çəkmək, yanlış. Rəsmi başqa masanın yanına aparmaq, yanlış. Rəsmi çox yaxın dostuna bağışlamağı, yanlış. Deməli, hansı oldu? A bəndi olacaq. Rəsmi şəhərin ən izdihamlı yerinə qoymağı məsləhət bilmişdir. Keçirik riyaziyyat suallarına. Riyaziyyat suallarında 31-ci məsələyə baxaq. Bir karandaş bir kitabdan 2 manat ucuzdur. Karandaş 100 qəpik. Yəni 100 qəpik nə qədər? 1 manat. Olarsa, kitab və karandaşın birlikdə qiyməti nə qədərdir? Deməli, uşaqlar, karandaş 1 manatdır. Bir kitabdan bu karandaş kitabdan 2 manat ucuzdur. Yəni, kitab bahadır. Kitab bahadırsa, 1 manatdan 2 manat bahadırsa nə qədər olacaq? 3 manat olacaq. İndi bizə deyir ki, bir karandaş alır, bir kitab alır 3 manata, bir karandaş alır 1 manata. Cəmi nə qədər pul ödəyəcək birlikdə? 4 manat ödəmiş olacaq. Yəni, C variantı. 32. Aşağıdakı əməllərin nəticələrinin yüzlükləri qədər yuvarlaqlaşdırsaq, hansı digərindən fərqli olar? Gəlin, çıxma əməlini yerinə yetirək. Deməli, nə alınacaq? 1, 2, 4, 421. 100-lüyə qədər yuvarlaqlaşdırsam alınacaq 400. Burada çıxıram. Nə alınır? 4, 2, 4, 424. 100-lüyə qədər yuvarlaqlaşdırsam 400 alınacaq. Burada isə çıxıram alınır 6, 8, 9, 3, 4-dən də biri 3, 2, 296. Bu da yuvarlaqlaşdıranda 300 alınır. Burada isə çıxıram alınır 420. Bunu da 100-lüyə yuvarlaqlaşdıranda alınır 400. Deməli, fərqli olan hansıdır? C variantı. Bu tip tapşırıqlarda bütün misallar, bütün variantları həll edirik və yuvarlaqlaşdırın deyirsə də 100-lüyə qədər, hamısını 100-lüyə qədər yuvarlaqlaşdırırıq. Ondan sonra qərar veririk ki, hansı doğru, hansı yanlışdır. Keçirik 33-cü sualımıza. Kəsirləri müqayisə edin. Kəsirləri müqayisə edin, yəni böyükdən kiçiyə, görürsünüz, böyük kiçik işarələrdir, kiçikdir işarələr. İndi baxıram burada, ən kiçik kəsirim hansıdır? K kəsiri. Kəsirlərin məxrəclərinə fikir verirəm. Bütün məxrəclər bərabərdirsə, keçib sürətləri müqayisə edirəm. Sürəti kiçik olan kiçik, böyük olan isə böyük olacaq. İndi ən kiçik oldu K. Sonra hansıdır kiçik? T. Sonra hansıdır? L. Niyə kiçikdən böyüyə düzdüm? Çünki variantların hamısında kiçikdir işarəsi verib. Ona görə ən birinci kiçiyi tapacam. Və ardıcıllığın ortasına kiçikdir işarəsi qoyuram. K, T, L hansı variantdadır? B variantında.
34. 4,2. Burada dırnaq işarəsini burada səhv qoyublar. Əslində burada olmalıdır. 4,2 onluq kəsiri aşağıdakılardan hansıdır? Yazıram. 4,2. Belə, bu qədər. Hansı variantdır? B variantı. 35-ə baxaq. 35-də deyir ki, 32-də 16 kəsirini ixtisar edin. Deməli, uşaqlar, ixtisar nə deməkdir? Kəsirin sürət və məxrəcini eyni ədədə bölmək. Siz birbaşa əgər bilsəz ki, 32 16-ya bölünür, bilsəz deyəndə birinci nəyə fikir verin? Sürətə baxıram 16-dır, eləmi? O saat fikirləşin ki, görün, 32 16-ya bölünürmü? Birinci onu fikirləşin. Bölünürsə elə birbaşa 16-ya böləcəm. Yox, bölünmürsə keçib digər bölünə biləsi ədədləri tapacam. İndi bizdə 32 16-ya bölünür. Bunu da 16-ya bölürəm. 16-nın özünü də 16-ya bölürəm. Və 32 16-ya bölürəm, qalır 2. 16-nı da 16-ya bölürəm, qalır 1. Doğru cavab 2-də 1. 36. Fiqurun rənglənmiş hissəsinə uyğun kəsir hansıdır? Rənglənmiş. Diqqətdən fikir verirəm. Fiqur ümumilikdə 8 hissəyə bölünüb. Məxrəcə yazıram 8. Neçəsi rənglənib? 3-ü. Doğru cavab C bəndi 8-də 3. Keçirik 37-ci sualımıza. Hansı təsvirə uyğun kəsir ixtisar olunmayan kəsirdir? Hər bir təsvirə uyğun kəsiri yazıram. Burada 4 yerə bölünüb, ikisi rənglənib. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8 yerə bölünüb, 3-ü rənglənib. Burada 6 yerə bölünüb, 3-ü rənglənib. Burada da 6 yerə bölünüb, 3-ü rənglənib. İndi deyir, ixtisar olunmayandır. Baxın, bu 2-yə ixtisar gedirmi? Bəli. Nə qalır? 2-də 1. Bunlar 3-ə ixtisar gedirmi? Bəli. Nə qalır? 2-də 1. Bu da 3-ə ixtisar gedir. Qalır 2-də 1. Bir dənə bu ixtisar getmir. Ona görə də doğru cavab olacaq B variantı. 38-ə baxaq. 32-də 16 bərabərdir 4-də neçə? Bunu tapmaq çox asandır. 32-ni görürsünüz azalıb, bölüb. Neçəyə bölüb? 8-ə bölüb. 32-yi 8-ə bölüb 4 alıbsa, 16-nı da 8-ə böləcəksiniz. Neçə alınacaq? 2. Vəssalam. Deməli, burada boşxanaya hansı olacaq? D variantı 2 olmuş olacaq. Düşürük növbəti 39-cu sualımıza. Aysun pizzanı 8 bərabər hissəyə böldü. O bu pizzanın 4-də 2 hissəsini dostları ilə paylaşdı. O dəqiqə 8-in 4-də 2-sini tapaq. 8-i 4-ə bölüb 2-yə vuracam, eləyəcək 4 hissə. 4 hissəni paylaşır. Suala fikir verin amma. Neçə dilim pizza qaldı? Qalanı soruşursa həmişə 8-dən, yəni əvvəlkindən tapdığın hissəni çıx. Belə də tapa bilərsən, 4 hissə qaldı. Və yaxud da 4-də 2-sini paylaşıb eləmi? Pizza tam olub da, bütöv olub, bir dənə. 1-in 4-də 2-sini paylaşıbsa, çıxacam 1-dən 4-də 2. 1 də nə deməkdir? 4-də 4 deməkdir da. 4-də 4-dən 4-də 2 çıxıram, nə qalır? 4-də 2. İndi mən qalanını tapacam. 8-in 4-də 2-sini tapıram. Yenə eləyir hansı? 8 böl 4 vur 2 eləyir 4. Deməli 4 hissəsi qalıb. Başa düşdünüz? B variantı. 40-cı sualımıza baxaq. 40-cı sualda isə bizə nə deyir? Bizə deyir ki, keks 12 bərabər dilimə bölündü. Və dilimlərdən 8-i yeyildi. Yeyilmiş hissəyə uyğun kəsir hansıdır? Baxın, ümumi neçə hissəyə bölünüb? 12. Ona görə məxrəcə yazıram 12. Neçəsi yeyilib? 8-i. Sürətə yazıram 8. İndi burada görürsünüzmü? 12-də 8-ni hansı variantı? D variantı. Heç ixtisara da ehtiyac yoxdur. Doğru cavab olacaq D. Sizdən yeyilmiş hissəni soruşur. Əgər yeyilməmiş hissəni soruşsaydı, onda sürətə 8 yox, 4 yazacaqdım. Amma bizdən yeyilmişi soruşur. Suallara da hər zaman fikir verin. 41-də hesablamadır. Deməli, məxrəcləri bərabər olan kəsirləri çıxmaq üçün məxrəci elə olduğu kimi yazıram. Sürətlə sürəti çıxıram. O da qalır 15-də 5. Və bunlar hər ikisi nəyə ixtisar gedir? 5-ə. Baxıram, variantlarda 15-də 5 yoxdur. Ona görə də ixtisar forması ağlıma gəlməlidir ki, ola bilsin ixtisar ediblər. Görürsünüzmü? Hər ikisi ixtisar edirik 5-ə, qalır 3-də 1. 3-də 1 varmı? Bəli, A variantı.
42. 22-də A üstəgəl 22-də B bərabərdir 22-də 13 olarsa A plus B neçədir? Deməli, uşaqlar, kəsirlərin məxrəcləri bərabər olan kəsirləri toplamaq üçün məxrəci olduğu kimi yazıram, sürətləri toplayıram. Yəni, burada nə? 22-də A üstəgəl 22-də B. Bunu toplamaq üçün nə edəcəm? 22-də A üstəgəl B olmuş olacaq. İndi burada da görürsünüz 22-də A üstəgəl B bərabərdir cavabı verib 22-də 13-ə. 22 ilə 22 olduğu yerində qalıbmı? Bəli. A plus B neçədir? 13. Vəssalam. Burada çətin heç nə yoxdur. Deməli, A-nın üstə B gələndə 13 eləyib ki, cavab olaraq da biz burada 22-də 13 almışıq. C variantı. Keçirik növbəti 43-cü sualımıza. 43-cü sualda deyir ki, modelə uyğun kəsirlərin fərqi neçədir? Deməli, burada xətlər var. Bu xətlər o qədər də görünmür. 1, 2, 3. Aha. 10 hissəyə bölünüb və 8-i rənglənib. Ona görə də götürəcəm 10-da 8. Çıx 10-da 3. İndi çıxaq. Məxrəclər bərabərdir. Olduğu kimi məxrəc qalır. Sürətləri çıxıram. 8-dən də 3 çıxıram. Qalır 10-da 5. Və bunu da ixtisar eləyirəm. Nəyə? Hər ikisi nəyə bölünür? 5-ə bölünmüş olacaq. Və bərabərdir 2-də 1. Doğru cavab hansıdır? D variantı. 44-də hesablama. Birinci görürsünüz əməllər ardıcılığıdır. Harda, hansı formada, istər onluq, istər adi kəsirlər, istər natural ədədlər, hansında mötərizə varsa birinci mötərizəni üçün eləyirik. Sonra mötərizədən sonraki işarələri, yəni vurmadısa vurma, bölmədisə bölmə, sonra toplama, çıxma və s. Birinci mötərizəni üçün tapaq. 40-da 20 üstəgəl 40-da 16 bərabərdir 40-da 36. 40-da 36-dan da çıxıram. 40-da 18-i alınır 40-da 18. Və bu keçək növbəti 45-ci sualımıza. Hansı bənddə ədəd qarışıq ədəddir? Uşaqlar, qarışıq ədəd deyəndə ağlımıza nə gəlir? Həm tam hissəsi var, tam. Həm də kəsir hissəsi var. Misal üçün, 2 tam 5-də 1, nə bilim 1 tam 3-də 2 və s. Bunlar qarışıq ədədlərdir. İndi baxırıq, burada hansı variantdadır o? C variantında. Bir də uşaqlar, tutaq ki, siz bilmirsiniz ki, qarışıq ədəd nədir? Eləmi? Baxıram, görün burada fərqli olan nədir? Hamısı kəsirdir. Amma burada təkcə ədəddir. Burada sürət və məxrəcdir. Burada da sürət və məxrəcdir. Amma bunların tək ədəd və kəsirin birləşməsidir. Yəni, qarışıqdır. Tam hissəsi də var. Bu 3 və məxrəc kəsir hissəsi də var. Baxırıq 46. Modelə uyğun qarışıq ədəd hansıdır? Deməli, uşaqlar, bunu belə göstərim. Bütün hamısı 6 yerə bölünüb. Bunlar tamlardır. Görürsünüz, tam olaraq rənglənib. Neçə tam var? 2 tam. 2 tam. Bu kəsirdə 6 yerə bölünüb. 1, 2, 3, 4, 5, 6. Neçəsi rənglənib? 4-dür. O da eləyir 6-da 4. Və hansı variantda olacaq? 2 tam 6-da 4. C variantı doğru olmuş olacaq. Keçək 47-ci sualımıza. Səma bilik yarışında 3 fənn üzrə cəmi 29,67 bal topladı. O, 10,12 balı ingilis dilindən, 8,2 bal Azərbaycan dilindən, yerdə qalanını isə riyaziyyatdan toplamışdır. Səma riyaziyyatdan neçə bal toplamışdır? Bunun üçün nə edəcəm? 3 fəndən bir yerdə bunu toplamayıb. Yəni 29,67-dən çıxacam. 10,12 üstəgəl 8,2-ni. Belə də eləyə bilərsiniz. Qısaca kənarda 10,12-nin üstünə
8,2 gələ bilərsiniz. Və 29,67-dən də onu çıxa bilərsiniz. İndi mən mötərizəli ifadə kimi yazdım. Siz elə də eləyə bilərsiniz. Çıx 18,14 bərabərdir. Çıxaq. 29-dan 18 çıxacam, qalacaq 11 tam. 67-dən də 14 çıxanda qalacaq 53. 11 tam %53 bal toplamış olacaq. Hansı fəndən? Riyaziyyat fəndən. İndi baxın, bunun və bunu toplasam 29,67-ni almış olacağım. Keçək 48-ci suala. Deməli 200-ü bölüb vurub 4-ə eləyib 800. Yazırıq bura. 800-ü bölək 5-ə düşür 1, 160. 160-ın üstə 278 gələk. 8, 3, 1 yadda 438. 438-də 3-ə bölsəm 146 düşürmü? Bəli. İndi bu ifadəni tapaq. A-nın üstə C gəlirəm. A hansıdır? 800. 800-ün üstə 400. Baxın, burada hesablayaq. 800 üstə gəl 438. Nə eləyəcək? 8, 3, 12. Və bundan da çıxacam. B nədir? 160-ı. Bərabərdir. Burada alt-alta çıxaq. 160. 8, 13-dən 6 çıxıram. 7, 0, 1. Cavab qaldı 1078. D variantı doğru variant olmuş olacaq. Keçək 49-cu sualda verilmiş kəsirlərdən neçəsi 5,8-də 3 kəsirindən böyükdür? Deməli, uşaqlar, birinci kəsirləri müqayisə edəndə biz tam hissələrinə baxırıq. Hansının tamı çoxdursa, o böyük olacaq. Sonra qalan formalara baxacağıq. İndi burada bizdə tamları böyük olan hansıdır? 8,4-də 4, 7,3-də 2, 9,4-də 3 və qutardı. Geriyə qalan bir dənə burada bu kiçikdir və 2 kəsir qaldı. 5,2-də 1, 5,4-də 3. Bunların tam hissələri bərabərdir. Bərabərdirsə keçib kəsir hissələri müqayisə edirəm. Yəni 8-də 3 ilə 4-də 1-i müqayisə edəcəm. Sonra 8-də 3 ilə 4-də 3-ü müqayisə edəcəm. Bu müqayisənin iki üsulunu biz öyrənmişdik. Bir, belə eləyə bilərik. 4-ü neçəyə vuran da 8 alınar. Məxrəcləri bərabərləşdirə bilərik. 2-yə, biri də 2-yə vuracam. Alınacaq 8-də 2. Deməli, bu 8-də 2 deməkdir. Burada da yenə eyni prosesi davam elətdirirəm. Üzr istəyirəm, 2. Alınacaq 8-də 6. Bir də var, belə eləyirdik. 8-də 3 ilə 4-də 1-i müqayisə edirik. 8-də 3 ilə də 4-də 3-ü müqayisə edəndə. Baxın, x formasında birləşdirirdik. 4-ü 3-ə vururdum, 12 yazırdım başına. 8-i 1-ə vururdum, 8 yazırdım. Və bu başda olan ədədləri müqayisə edirdim. Hansı böyükdürsə böyük olacaqdır. Deməli, burada 8-də 3 böyük olmuş oldu. Burada da yenə eyni qaydanın baxın, görürsünüz, burada 8-də 3-dür, burada 8-də 2, 8-də 3 böyükdür. Burada isə 8-də 6 böyükdür. İndi baxırıq. Burada da yenə 8-i 3-ə vururam, 24 yazıram. 4-ü də 3-ə vururam, 12 yazıram. Və bu başdakıları müqayisə edirəm, 24. 24-ün altındakı kəsir hansıdır? 4-də 3. Deməli, 4-də 3 böyükdürsə, 5,4-də 3 də 5,8-də 3 kəsirindən böyük olmuş olacaq. İndi deməli, neçəsi böyük oldu? Bu isə kiçikdir. 1, 2, 3, 4. 4 variantda kəsir böyükdür. Doğru cavab B variantı olmuş olacaq. 50-yə baxıram, 9,3 ifadəsini onluq kəsir şəklində yazın. Birinci bunu 9,3 adi kəsir kimi yazaq. Sonra çevirək onluğa. Uşaqlar, görürsünüz, aşağıda məxrəcdə 100-ün 2 sıfır var, amma yuxarıda sürətdə 1 rəqəm var. Ona görə biz demişdik ki, belə olan halda vergüldən sonra 3-ün qarşısına bir dənə də sıfır artıracam. Çünki bu 100-ün sıfırları ilə uyğun gəlsin. Başa düşdünüzmü? Onun da yazılışı belə olacaq.
9 tam %3. Doğru cavab hansındadır? C variantında. 51'ə baxırıq. 129 tam 1346 onluq kəsirində 3 rəqəminin mərtəbə qiymətini seçin. Yazıram buradan 129 tam 1346. 3-ün mərtəbə qiymətini deyir. Mərtəbə qiyməti deyirsə, neynirdik? Bütün həmin mərtəbədəki rəqəmi düşürdürəm aşağı, qalanları yerinə 0 yazıram. Vergül də gətirib onluq kəsirdə atıram bura. Belə olan halda onluq kəsirdə nə edəcəyik? Burada tam hissədə neçə rəqəm varsa, əgər orada deyilsə mərtəbə rəqəmini göstərəcəyi mədəd, onun hamısının yerinə tək-tək 0 yazmaq yerinə hamısının birlikdə 0 yazıram. 0 yazdım mı? Yazdım. Nə alındı? 0 tam 1300. İndi bir şey var. Biz demişdik ki, onluq kəsirin sonuna nə qədər 0 artırırsa artıraq, bu sadəcə baxın buna bərabərdir. Yəni 0 tam onda 3. Mən bura 0 tam %30 da eləsəm bərabərdir. 0 tam nə bilim 10.000-də 3.000-də eləsəm hamısı nəyə bərabərdir? 0 tam onda 3-ə. Ona görə də burada 3 rəqəminin mərtəbə qiyməti hansı olacaq? 0 tam onda 3. Və yaxud da bunu onluq kəsirlərdə, digərlərində yox. Onluq kəsirlərdə belə asanlıqla belə tapa bilərsiniz ki, altından xətt çəkilən, yəni rəqəm, göstərilən rəqəmi düşürdürəm aşağı, vergülümü atıram, vergüldən əvvələ də bir dənə 0 atıram. Vəssalam. Doğru cavab olacaq D variantı. İndi sizə bəzi hallarda çaşdırıb belə də verə bilərlər. Ona görə hər ehtimalı bu qaydanı da izah etmək istədim. Keçək 52-ci suala. Deyir, boşxanaya uyğun ədədi müəyyən edin. 12-də 5 dəqiqə. Belə olan halda o saat 1 dəqiqə neçə saniyədə? 60 saniyə görürsünüz, saniyə çevirir. 60-ın 12-də 5-ini tapıram. Bunun üçün 60-ı 12-yə bölüb vururam 5-ə. 60-ı 12-yə böləndə alınır 5, 5-i də 5-ə vuranda edir 25. Doğru cavab B variantı. 53. 210-dan sonra gələn ilk 2 tək ədədin cəminin 4/1 hissəsini tapın. 210-dan sonra gələn ilk 2 tək ədəd hansıdır? 211 və 213. Bunların cəmini toplayıram 424. 424-ün də 4/1 hissəsini tapıram. 424 böl 4 vur 1. Bərabərdir 1, 0 və 6. 106. 106-nı da 1-ə vuranda elə edəcək 106. C variantı. Keçirik 54-cü sualımıza. Onda 3 kəsrindəki 3 və 10 necə adlanır? Baxıram variantlara sürət, məxrəc, bölünən, bölən və s. adlanır. Deməli, bu oldu kəsir xətti. Bu oldu sürət. Bu isə məxrəc. Görək hansı variantda 3 sürət 10 məxrəcdir. C variantında 3 sürət 10 məxrəc. 55-ci sualımıza baxaq. Cədvəli tamamlayın. Qismətlərin 2 qatının cəmini tapın. Birinci qismətləri tapaq. 210-u 7-yə bölürəm 30. 198-i 18-ə bölürəm 11. 220-ni 11-ə bölürəm 20. İndi bunların deyir 2 qatının. 2 qatını tapıram. 2-yə vuracam. Alınacaq 60. 22. 40. Bunların da cəmini tap deyirsə, 60-ın üstə 22, 82, 82-nin də üstə 40, 122. B variantı doğru variant olacaq. Aşağıdakı ədədlərdən hansı 3-ə bölünür? 3-ə bölünmə qaydamız nə idi? Əgər bir ədədin rəqəmlərini toplayırıqsa, rəqəmləri cəmi 3-ə bölünürsə, deməli həmin ədəd 3-ə bölünəcək. Gəlin toplayaq rəqəmlərini. 6-nın üstə 2, 8, 8-in üstə 5 gəlirəm 13, 13-ün üstə 2, 15. Bunun rəqəmi yazıram 15. 15 3-ə bölünürmü? Bəli. Növbətlərə baxaq. 1-in üstə 1, 2, 2-in üstə 4, 6, 6-nın üstə 2, 8, 8 3-ə bölünürmü? Xeyir.
1'in üstə 3, 4, 4'ün üstə 8, 12, 12'nin üstə də 7, 19, 19 3'ə bölünürmü? Xeyr. 1'in üstə 9, 10, 1'in üstə 0, 1, üstə 9, 10, üstə 6, 16, 16 3'ə bölünürmü? Xeyr. Doğru cavab bir tək bölünən hansıdır? A variantı olmuş olacaq. 57-ci sualımıza baxaq. 18 tam %2 üstəgəl 43 tam 1000-də 225 bərabərdir. Bu ədədi tapaq. Bunun üçün burada hesablayıram. 18 tam 2 üstəgəl 43 tam 225 və hesablayıram. Bura 0 da ata bilərsiniz. Rahat olması üçün 5, 4, 2, 1, 1 yadda, 5, 6 vergül atıram. 61 tam 1000-də 245. İndi baxıram. A neçədir? 6. B neçədir? 1. C 2. D 4. E 5. İndi bunları ayrı-ayrılıqda rəqəmləri cəminləyir, toplayaq. 6'ın üstə 1, 7, 7'nin üstə 2, 9, 9'un üstə 4, 13, 13'ün üstə də 5, 18. Doğru cavab B variantı. Keçirik növbəti sonuncu suallara. Mehriban imtahanda topladığı balların kəsrlə ifadəsi göstərilmişdir. Cədvələ əsasən 58, 59, 60 və 60-cı sualları cavablandır. Deməli, Mehriban Azərbaycan dilindən 19 tam 17-də 1, riyaziyyatdan 18 tam 17-də 8, İngilis dilindən 6 tam 17-də 6, həyat bilgisindən isə 7 tam 17-də 2 bal toplamışdır. İndi deyir ki, Mehriban ən çox balı hansı fəndən toplayıb? Baxıram, hamısının məxrəcləri eynidir. Hansının tam hissəsi böyükdür? Azərbaycan dilinin. Ona görə yazıram Azərbaycan dili. Belə. Keçirik növbəti 59-cu suala. Mehriban ən az balı hansı fəndən toplayıb? Onu da tapıram. Yenə tam hissəsinə baxıram. Ən balaca tam hansındadır? İngilis dilində. Yazıram İngilis dili. Və sonuncu sualımız 60'da deyir, Mehriban imtahandan neçə bal toplayıb? Neçə bal deyirsə, bunların hamısını toplayacağım. Yəni 19 tam 17'də 1 üstəgəl 18 tam 17'də 8 üstəgəl 6 tam 17'də 6 üstəgəl 7 tam 17'də 2 bərabərdir. Birinci tamları toplayaq. 19'un üstə 18 gəlirəm 20, 37. 37'nin üstə gələk 6, 43. 43'ün üstə 7 eləyir 50 tam 50. İndi keçək kəsir hissələri. 17'də 1, görsünüz hamısının məxrəci bərabərdir. Məxrəcə yazıram 17. Tamları toplayaq. 1'in üstə 8, 9, 9'un üstə 6 gəlirəm 15, 15'in də üstə 2, 17. İndi baxın uşaqlar. 17'də 17. 17'də 17 nə deməkdir? 1. 1'i də gəlirəm bu 50'nin üstə nə eləyəcək? 51. Cavabı belə yazmayın. Belə alınan halda həmişə o biri, bu tam hissəni bir bütöv götürün, əgər sürət və məxrəci bərabərdirsə. Və o bir bütövü də 50'nin üstə gəlin, olsun 51. Doğru cavab olacaq 51. Deməli, burada 60-cı sualında cavabı olacaq 51. Bu qədər. Sağ olun.